Salam, sizlərə 4-cü testin izahını təqdim edəcəm. Doğru fikirləri müəyyən edin. Zərf sintaktik baxımından hansı sualına cavab verə bilər? Bəli, bu fikir doğrudur. Çünki zərf təyin funksiyasında işlənən zaman hansı sualına cavab verir? Məsələn, aşağı mərtəbəyə qaçdı. Hansı mərtəbəyə? Aşağıya. Burada təyin kimi işləndi zərf. 2. Zərf həm əsas, həm də köməkçilik hissələri ilə amonimlik, sinonimlik təşkil edə bilər. Burada nəyə diqqət yetirirsiniz? Yadınızda qalsın ki, sinonimlər yalnız eyni hissəsinə aid olur. Çox mənalı sözlərdə, sinonimlərdə antonimlərdir. Yalnız amonimlərdir ki, həm eyni, həm müxtəlif hissəsinə aid olur. Zərf əgər sinonimlik təşkil edərsə, zərfin özü ilə olmalıdır. Yəni, bir əsas, bir köməkçilik hissəsi və yaxud da biri zərf, biri sayla ola bilməz sinonimlik. Sinonim eyni hissəsi olmalıdır. Bir sinonim təşkil köməkçilik hissəsi ilə, məsələn, isimlə, sifətlə sinonim belə olmalıdır. Ona görə 2 səhvdir. 3. Zərf işlənmiş cümlənin xəbəri hər zaman feili xəbərdir. Xeyr. Feili xəbər olmalıdır, yanlışdır. İsmi xəbər də ola bilər. 3-də çıxırıq. 2, 3 bizim düzgün cavabımız deyil. 4-də baxaq. Eyni zərf cümlə daxilində müxtəlif sintaktik funksiya daşıya bilər. Bax, bayaqlarım çəkdi. Sintaktik baxımdan təyin ola bilər, mübtəda ola bilər. Məsələn, aşağı sözü müxtəlif yəni funksiyada işlənə bilər. Ona görə bizim cavabımız 1, 4, Y variantı. Kanalı bəyənməyi, paylaşmağı, rəy yazmağı unutmayın. Sağ olun.